Təsəvvür edin, birlikdə düşünün ki, orada həm dünyanın ən təhlükəli canlıları, həm də ən gözəl mənzərələri bir aradadır. Bura Avstraliyadır. Dünyanın digər yerlərindən tamamilə fərqli bir həyat tərzinin, qeyri-adi təbiətin və unikal mədəniyyətin vətəni. Kenqurular, koalalar və kimsəsiz səhralar arasında gizlənən əfsanələr. Hazırsızsa, gəlin Avstraliyanın sirlər dolu dünyasına birgə səyahət edək. Avstraliya Cənub yarımkürəsində yerləşən bir ada ölkəsidir. Heç bir yerlə quru sərhədi yoxdur. Dünyanın ən böyük adası və sahəsinə görə dünyanın ən böyük 6-cı ölkəsidir. Təsəvvür eləyin ki, Amerika ilə demək olar ki, eyni sahəyə malikdir, amma Amerikanın 300 milyondan çox əhalisi olduğu halda Avstraliyada cəmi 25 milyon insan yaşayır. Eyni zamanda İndoneziya, Papua, Yeni Qvineya və Yeni Zelandiya kimi ölkələrlə qonşudur. Bundan başqa, Avstraliyanın təbii gözəllikləri və bioloji müxtəlifliyi sayəsində bu ölkə tam mənası ilə bir möcüzələr diyarıdır. Belə ki, saysız hesabsız milli parklar və təbii yaşayış yerləri bu ölkə ilə eyniləşdirilib. Avstraliyanın paytaxtı çoxlarının düşündüyü kimi Sidney və Melbourne deyil, Canberra şəhəridir. Lakin Sidney üçün Avstraliyanın ən məşhur və ən böyük şəhəri demək olar. Şəhərin ən tanınmış simvollarından biri olan Sidney Opera evi bu şəhəri məşhur edən əsas səbəblərdən biridir. Həmçinin burada LGBT fərdlərinin şərəf mitinqlərindən tutmuş, aborigenlərin mədəni irsinə qədər bir çox festival keçirilir. Avstraliyanın tarixi deyildikdə bir çox insanın ağlına birbaşa aborigenlər gəlir. Avstraliya aborigenləri dünyanın ən qədim mədəniyyətini bugünə qədər davam etdirən yerli bir xalqdır. Mənşəyinə baxıldığında, aborigenlərin 75 min il əvvəl Afrikanı tərk etdikləri və 40 min ildən çoxdur ki, Avstraliyada yaşadıkları təxmin edilir. Ancaq bugün onların ümumi sayı ölkə əhalisinin cəmi 1,5%-ni təşkil edir. Xüsusilə Avropalı müstəmləkəçilər bu ölkəni kəşf edərkən bir çox aborigenlər pis rəftara məruz qalıb və həmin dövlətlərdə yaşamaq uğrunda mübarizə aparıblar. Bəs bu müstəmləkəçilər kim idi desəz, rəsmi mənbələrə görə Avstraliya materikini ilk görən Avropalılar Hollandlar olub. 17-ci əsr boyunca Holland dənizçilər bu qitənin bütün qərb və şimal sahillərini müşahidə edib. Avstraliyanın xəritəsini çəkərək ora Yeni Hollandiya adını veriblər. Başlanğıcda burada hər hansı bir məskən salmaq niyyətində olmayıblar. Bir müddət sonra isə Avstraliyanın kəşfləri surətlənib və İngiltərə, Niderland kimi müstəmləkəçi dövlətlər tərəfindən ölkənin istismarı başlayıb. Avstraliyaya azadlığı əlindən alınmış bir çox işçi göndərilib və burada müstəmləkəçi dövlətlər naminə işlədiliblər. Beləliklə, uzun illər İngilis müstəmləkəsi olan Avstraliya ancaq 1942-ci illərdən sonra özünü toparlaya bilib. Bugünsə hələ də müstəmləkəçi dövlətlərin təsirini daşıyır. Rəsmi dili ingilis dilidir. Hətta bütün ölkə əhalisinin 80%-nə hakimdir. Qalan 20% isə Avstraliyanın əsl əhalisi olan aborigenlərin danışdığı yerli dillərdən ibarətdir. İngilislər bu ölkəyə öz dinlərini qəbul etdirməyə çalışsalar da, dini mövzularda o qədər də təsirli ola bilməyiblər. Çünki Avstraliyada xristianlığa qarşı dərin bir bağlılıq yoxdur. 25 milyonluq əhalinin cəmi yarısı xristiandır və heç bir dinə inanmayan təxminən 5 milyon insan var. Avstraliyalılar ümumilikdə isti münasibətli, rahat və birbaşa ünsiyyət qurmağı sevən insanlar kimi seçilirlər. Eyni zamanda olduqca bərabərçi quruluşa sahibdilər. Sinif ayrı seçkiliyinə və irqçiliyə qarşı dözümsüzlük nümayiş etdirirlər. Kişi və qadın bərabərliyini də cəmiyyətin hər sahəsində görmək mümkündür. Bundan əlavə, LGBT fərdlərinin ən sərbəst şəkildə yaşadığı ölkələrdən biridir. Digər maraqlı bir məqam isə odur ki, Avstraliyada əhalinin 90%-i sahillərdə yaşayır. Səbəbi isə tam aydındır. Bəli, ölkə çox geniş sahəyə malikdir. Lakin qitənin daxili hissələrinə doğru irəlilədikcə qarşınıza geniş çöllər çıxır və yaşayışı qeyri-mümkün hala gətirir. Avstraliya üçün Antarktidadan başqa dünyanın ən quraq qitəsi demək olar. İnsanlar orada sanki çöllərdən qaçaraq Sidney, Melbourne kimi sıx şəhərlərdə və ya az əvvəl qeyd etdiyim kimi çimərliklərə axışırlar. Yeri gəlmişkən qeyd edək ki, ölkədə 10 mindən çox çimərlik mövcuddur. Yəni hər kəsin yaşamasına kifayət qədər yer var.
İnsanlar belə açıq məkanlarda yaşamağı sevdiyindən barbekü etmək bu ölkənin ən populyar fəaliyyətlərindən biridir desəm yanılmaram. Bununla yanaşı ölkə qabıqlı dəniz canlıları baxımından da olduqca zəngindir. Üzüm bağlarından əldə edilən şərablar da bir o qədər keyfiyyətli məhsullara malikdir. Bunlardan əlavə, Avstraliyanın heyvanlar aləminin də olduqca böyük olduğunu yəqin ki eşitmisiniz. Məsələn, bu ölkədə insandan çox demək olar ki, hər şey var deyə bilərəm. Dünyada ən çox qoyunun olduğu ölkədir və hər bir insan üçün 8 qoyun düşdüyü bildirilir. Avstraliya Misir kimi ölkələrdən belə daha çox dəvəyə sahibdir. Bu ölkədə 1 milyondan çox vəhşi dəvə yaşayır və dəvələr Səudiyyə Ərəbistanı kimi ərəb ölkələrinə ixrac olunur. Bundan başqa, dünyanın ən zəhərli 25 ilan növündən 21-i bu ölkədə yaşayır və burada 1500-dən çox hörümçək, 4000-dən çox qarışqa növü mövcuddur. Elə buna görə də Avstraliyalılar ilanlar və hörümçəklər səbəbindən kifayət qədər çətinlik çəkirlər. Çünki evləri tez-tez ilanların və hörümçəklərin basqınına məruz qalır. Avstraliya ilə eyniləşən başqa bir canlı da var ki, o da şübhəsiz ki, kenqurulardır. Kenqurular bu ölkənin milli simvolu olaraq qəbul edilir və təxminən 50 milyon kenqurunun burada yaşadığı güman olunur. Buna görə də ölkə ilə bir vəhdət təşkil edir və dövlət tərəfindən xüsusi mühafizə altındadılar. Yəni, heyvansevərsinizsə, bu ölkədə koalasından tutmuş dovşanlarına, kenqurularından ilanlarına, qarışqalarından dəvələrinə qədər hər cür və hər ölçüdə canlıya rast gələ bilərsiniz. Avstraliya ilə bağlı başqa bir maraqlı fakt isə budur ki, burada çöllərin olmasına baxmayaraq ölkəyə qar yağır. Təsəvvür eləyin, bir ölkəyə gedirsiniz və orada həm xizək sürmək, həm səhralarda gəzmək, həm də çimərliklərdə yaşamaq mümkündür. Üstəlik bu ölkədə aktiv vulkan yoxdur. Yəni, orada başınıza gələ biləcək ən böyük problem müxtəlif heyvanların basqını ola bilər. Bəs insanlar burada yaşamaqdan məmnundularmı? Avstraliyada həyat standartları həqiqətən çox yüksəkdir. İnsanlar həyatı çöldə keçirirlər və hər yer kafe, restoran, barlarla doludur. Həyat stresi azdır. Xalqın kənardan gələnlərlə problemi yoxdur və öz aralarında rahat yaşayırlar. Amma iş həyatı olduqca rəqabətlidir. Ora ilk dəfə getdiyinizdə iş tapmaq asan deyil. Xüsusilə xaricdən gələnlər üçün yerli təcrübən yoxdur deyə çox adamı geri çevirirlər. Ora gedəndə ilk bir il öz ixtisasınız üzrə işləyə bilməyib, qab-yuyan, ofisiant, kuryer kimi sadə işlərdə çalışmalı ola bilərsiniz. Əgər bir dəfə öz ixtisasınız üzrə iş tapmaq bacarsaz, ondan sonra hər şey sizin üçün daha asan olur. Digər tərəfdən, ölkənin şimalına doğru getdikcə miqrantların sayı azalır və milliyyətçi Avstraliyalılar sizə xoş olmayan baxışlarla baxa bilirlər. Amma bir həqiqət də var ki, bu ölkə əslində miqrantlar vasitəsilə formalaşmış bir ölkədir. Zaten Melbourne kimi şəhərlər çox mədəniyyətliliyə qarşı tolerant yanaşır. Buna görə də bugün orada Avstraliya çörəyini yeyən çoxlu sayda Latin Amerikalı, Asiyalı və Hindistan mənşəli insan görə bilərsiniz. Bu miqrantların öz dünyaları var və demək olar ki, hər kəs vəziyyətindən razıdır. Məsələn, hər kəs yeməyi, içməyi və gəzməyi çox sevir. Amma Sidney kimi cazibə mərkəzlərində ev almaq Avstraliyalılar üçün belə asan deyil. Bu ölkədə 7-dən 70-ə qədər hər kəs idman etməyə önəm verir, amma bildiyimiz futbol kimi idman növləri orada o qədər də populyar deyil. Daha çox regbi, kriket kimi idman növlərini izləyirlər. Avstraliya hər tərəfli və həyat dolu bir ölkədir. Ya əgər gözünüz Avropa və Amerikadadırsa, məncə Avstraliyaya bir qədər baxış yetirin, çünki insanlar həqiqətən xoşbəxtdilər. Bəs Azərbaycandan Avstraliyaya necə getmək olar? Viza tələbləri, xərclər və risklər nələrdir? Son olaraq buna nəzər salaq. Azərbaycan vətəndaşları Avstraliyaya səyahət etmək üçün əvvəlcə viza almalıdırlar. Avstraliya viza sistemi onlayn və ya səfirlik vasitəsilə təqdim olunan müraciətlər əsasında həyata keçirilir. Viza qiymətləri müraciət növünə görə dəyişir. Məsələn, turist vizası üçün rüsum təxminən 150-200 Avstraliya dolları civarındadır. Hazırda Azərbaycandan birbaşa Avstraliyaya uçuşlar mövcud deyil. Əsasən Dubay, Doha, İstanbul kimi şəhərlərdən tranzitlə getmək mümkündür. Məsələn, Bakı, İstanbul, Sidney və ya Bakı, Dubay, Melbourne marşrutları ən populyar uçuş xətlərindəndir. Bilet qiymətləri mövsümə və sifariş tarixindən asılı olaraq dəyişir. Orta hesabla Azərbaycandan Sidneyə və ya Melbourne-a bir tərəfli uçuş üçün aviabilet qiyməti 1200-1800 ABŞ dolları arasındadır.
Avstraliya uzun məsafəli, təxminən 20-30 saatlıq bir yol olduğu üçün tranzit zamanı rahat geyim seçmək, qidalanmaya diqqət yetirmək və uzun müddət hərəkətsiz qalmamaq tövsiyə olunur. Valyuta olaraq Avstraliya dollarını qəbul edirlər. Öncədən valyuta dəyişmək məsləhətdir. Belə, video haqqında fikirlərinizi və məndən hansı ölkələrdən danışmağımı istədiyinizi şərh bölməsində paylaşmağı unutmayın. Dünyanı birlikdə kəşf edəcəyik. Bu səbəbdən yeni videolarımı qaçırmamaq üçün kanalıma abunə olun. Növbəti videoda görüşənədək sağ olun.